Dostlar salam. Deməli, sonunda mən axırı ki Norveçdə sürücülük vəsiqəsini aldım. Nəyə maraqlanmaq istəyirəm? Deməli, bu sürücülük vəsiqəsini Norveçdə sıfırdan başlayıb, məktəb oxuyub, bitirib almaqdan ötəri hardasa 5000 evroya qədər pul lazımdır. Yəni belə deyək də, bizim pulla hardasa 8000, 9000 manat. Bilmək istəyirəm, görüm, yəni burada dostluğumda Azərbaycanlılar var ki, başqa Avropa dövlətlərində və yaxud Amerikada, Kanadada yaşayanlar var. Yəni orada prava sürücülük vəsiqəsinin qiyməti və yəni Norveçdən belə deyim, baha və yaxud qiymətə görə, yəni Norveçlə eyni qiyməti olan bir yer varmı, yoxsa ən bahalı prava verən, sürücülük vəsiqəsi verən ölkə Norvegiyadır.